Bakı Mühəndislik Universitetinin yaxınlığında 2 sot torpaq sahəsində gözəl geniş həyəti olan monolit betonla tikilmiş 2 mərtəbə 4 otaq həyət evi təqdim edirəm sizlərə. Evimizin sənədi Kupçadır. Yerləşmə yeri çox gözəl bir ərazidir. Evimizin iki tərəfdən yola çıxışı var. Ətrafı tam yaşayışdır. Əsas yoldan təxminən 300-400 metrlik məsafədədir. Gördüyümüz kimi belə bir gözəl geniş həyəti var. Rahatlıqla 2-3 avtomobil daxil olur. Əsas giriş darvazasıdır. Ərazidə bütün kommunallar fasiləsiz olaraq verilir. Mərkəzi kanalizasiya sistemi var. Yerdən kürsülüdür. Mərtəbə arası monolit betondur, sənəd Kupçadır. Hal-hazırda evdə mülkiyyətçi yaşayır. İndi isə daxil olacağıq, evimizin daxili ilə sizləri tanış edəcəm. Gördüyümüz kimi yerdən kürsülüdür. Daxil olarkən bizi qarşılayır belə bir dəhliz isə solda. Birinci mərtəbənin sanuzel qovşağıdır. Bütün aksesuarlarla təchiz olunub. Evin istilik sistemi kombi sistemidir. Burada yerləşir mətbəximiz, mətbəx mebeli ilə təchiz olunub. Təbii ki, mətbəx mebeli kombi radiatorlu evdə qalacaq. Digər əşyalar mənzil sahibi ilə danışılmaq yolu ilə qala bilər. Yəni, digər əşyalar qiymətə daxil deyil. Böyük bir geniş qonaq otağımızı görürsünüz. Çox gözəl, səliqəli. Qoşa daşla tikilib mərtəbə arası monolit betondur, qeyd etdiyim kimi. İndi isə qalxırıq ikinci mərtəbəyə. İkinci mərtəbədə yerləşir 3 yataq otağımız. 3 yataq otağı və sanuzel qovşağı yerləşir ikinci mərtəbədə. Burada sanuzel qovşağıdır, bütün aksesuarlarla təchiz olunub. Bu hissədə eyvanımızdır. Yerləşmə yeri də çox gözəl bir ərazidir. Bakı Mühəndislik Universiteti yaxınlığında bütün avtobus dayanacaqlarına təxminən 200-300 metrlik məsafədə. Daha bir otağımız buradadır. Yataq otağı sayılır. Ev sahibi qonaq otağı kimi istifadə edir. Bütün pəncərələrin qarşısı açıqdır. Hava çəkir. İşıqlı bir həyət evidir. Qoşa daşla tikilib gördüyümüz kimi. Xırdalan şəhərində yerləşir, sənəd Kupçadır. Mərtəbə arası monolit betondur. Daha bir yataq otağımız bu hissədə yerləşir. Otaq ölçüləri də çox gözəl, səliqəli, işıqlı aboylardan istifadə olunub. Təmir zamanı keyfiyyətli materiallardan istifadə olunub. Ətraflı məlumat almaq üçün dəyərli izləyicilər, YouTube kanalımıza abunə olursunuz, bizi Instagram və TikTok'dan izləyirsiniz. Satışda olan əmlaklarınız barədə bizə məlumat verə bilərsiniz. Eyvanımız da bu hissədə, ərazidə də bütün kommunallar fasiləsiz olaraq verilir. Evin də qarşısı tam olaraq açıqdır. Bu günə bu qədər.